O videoya baxdım. Orada motosikl olmasaydı, adi avtomobil olsaydı, indi ölüm olmazdı belki ama ona dəyəcəkdi. Çünkü sağ tərəfdə də maşınlar keçirdi. Sağ qaçırsa sağdaki maşınlar vuracaq. Bu da o şekilde, yani yolun sol tərəfində dayanmaq çox olduqca təhlükəlidir. Onu bir şekilde ya sağa çıxartmalıdır, ya nasaz maşını süzməməlisən sən. Niyə nasaz maşını sürüb sürət yolunu bağlayırsan, həm də sol şəridi tutmaqla. Kimsə orada bədbəxt hadisəyə düşəcəkdi, o mənim qızımın başına gəldi. Qızım giriş imtahanlarına hazırlaşırdı. O İncəsənət Universitetinə hazırlaşırdı. Müəllim yanına hazırlığa gedirdi. Onun üçün gedirdi ora. Xəstəxanaya çatdırıldı. Yəni mən təəssüf bildirim ki, onu yəni transport eləmək mümkün deyildi. Bir məsələni daha qeyd etmək istəyirəm ki, Abşeron rayon mərkəzi xəstəxanasında məsələn KT aləti yoxdur. KT aləti yoxdur. Biz amma onu tərpədə bilmədiyimiz üçün başqa bir xəstəxanaya köçürə bilmədik. Neyrocərrahiyyə və yaxud məsələn Bakı Sağlamlıq Mərkəzinə köçürməyimiz onu alınmadı. Gənclərimiz bilməlidir ki, onlar ola bilsin valideynlərinin onları nə qədər çox istədiyini bilmirlər, görmürlər. Amma övlad valideyn üçün hər şeydir. Yəni övlad bu dünyada gedəndə valideyn özündən bir yerdə aparır. Övladlar onu bilməlidirlər. Valideyn sözünə qulaq asmalıdırlar, ehtiyatlı olmalıdırlar. Çünki bilirsiniz necə, bir valideyn öz övladını bastırırsa, əslində öz həyatını bastırır orada.